Bugün Əmək Məcəlləsi nədir və nə üçün istifadə olunur? Əsas müddəalar, bunlar haqqında danışacağıq. Ümumiyyətcə, Əmək Məcəlləsi işçi və işəgötürən arasındakı hüquqi normativ aktları nizamlayır, minimal hədləri qoruyur. Yəni, minimum əmək haqqı 400 manatdırsa, məcəllə deyir sən 400 manatdan aşağı işçi əmək haqqı verə bilmərsən. Yəni, daha artığını verə bilərsən. Yəni, Azərbaycan Respublikasının əmək qanunvericiliyi, Azərbaycan Respublikasının müvafiq qanunlarında, müvafiq icra hakimiyyəti orqanlarında səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan ibarətdir. Və məcəllədə əsas 3 anlayış var. Müəssisə, işçi və işəgötürən. Müəssisə hər hansı bir hüquqi təşkilatdır. Adından, fəaliyyət növündən asılı olmayaraq Azərbaycan qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən hüquqi bir nümayəndəlik, bir filial olaraq fəaliyyət göstərə bilər. Bu olur müəssisə, hansı ki biz bilirik ki, dövlət reyestrindən keçib, tanınır. Yəni bunun dövlət və qeyri-dövlət olmasının heç bir fərqi yoxdur. İşçi, hansı ki biz fiziki şəxs, işəgötürənlə əmək müqaviləsi bağlayırıq, müvafiq bir iş yerində işləyirik. Əmək funksiyalarımızı yerinə yetirməklə əmək haqqı alaraq biz oluruq işçilər. Bir də var işəgötürən, yəni tam fəaliyyət qabiliyyəti olur. Müəssisə adından çıxış eləyir, səlahiyyət verilir ona, işçini işə qəbul etmək, işdən çıxarmaq, məzuniyyətə göndərmək və s. Yəni ki, şirkət adından çıxış eləyən hüquqi şəxs olur. Müəssisə, işçi və işəgötürən. Əmək Məcəlləsi bu üçün arasında gedir. Ən çox da ki, işəgötürən və işçinin arasındakı hüquqi normativ aktları nizamlayır, minimal hədləri qoruyur. Və məcəllə Azərbaycanda yaşayan, fəaliyyət göstərən, istər dövlət, istər qeyri-dövlət, sahibkar, kiçik sahibkar, fərdi sahibkar hər kəsə birmənalı şəkildə şamil olunur. Hətta Azərbaycanda yaşayan, Azərbaycan vətəndaşlığı olan və olmayan, işləmə icazəsi, yaşam icazəsi olan xarici ölkənin nümayəndələrinə, yəni ki, əcnəbi vətəndaşlara belə məcəllə şamil olunur. Hər hansı bir əcnəbi vətəndaşı Azərbaycanda işə götürsək, IT kimi, santexnik kimi və s. götürsək, öz vətəndaşımıza hansı qaydada məcəllə tənzimlənilirsə, xarici ölkənin həmin fiziki şəxsinə də eyni qaydada məcəllə tənzimlənəcək. Və ancaq məcəllənin şamil olunmadığı şəxslər var ki, bu 6-cı maddə ilə nizamlanılır. Bunlardan biri hərbi qulluqçulardır. Hərbi qulluqçulara məcəllə şamil olunmur. Çünki onların xidmət qaydaları hərbi xidmət haqqında qanunla tənzimlənilir. Yəni ki, bunlar zabitlərdir və digər, yəni ki, personaldılar ki, o şəkildə nizamlanılır. Və məhkəmə hakimlərinə. Məhkəmə hakimləri də ki, əmək müqaviləsi ilə işləmirlər. Onların fəaliyyətləri məhkəmələr və hakimlər haqqındakı qanunla müəyyən olunur. Yəni onların işə qəbulu, işdən çıxmağı, məzuniyyətləri və s. hamısı onunla nizamlanılır. Milli Məclisin deputatları və bələdiyyəyə seçilmiş şəxslər. Milli Məclisin deputatları və bələdiyyəyə seçilmiş şəxslər ödənişli seçkili vəzifə sayılırlar. Yəni ki, ödənişli seçkili vəzifə deyəndə səs vermə yolu ilə seçdiyimiz, yəni xalqın seçdiyi şəxslər sayılır ki, bunlar da ki, Əmək Məcəlləsinə uyğun olaraq, yəni nizamlanmır və bunlar da ki, Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının statusu haqqında qanun var. Ondan və bələdiyyələrin qanunu var ki, ondan nizamlanılır. Burada da eyni zamanda iş vaxtları, işə qəbulları hamısı bu qanunla tənzimlənilir. Və xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb Azərbaycanda hər hansı bir fəaliyyət göstərən filial və yaxud nümayəndəlik açan əcnəbilər. Burada da ki, məsələn, bir tutam ki, əcnəbi şəxsdir, Türkiyənin bir şirkəti ilə əmək müqaviləsi bağlayır, gəlir Bakıda hər hansı bir filial açır, nümayəndəlik açır. Məsələn, hansı ki, Azərbaycanın yerli birində olmayan bizdə çox şirkətlər var. Mado, KFC, McDonald's və s. Onlardan tutalım ki, bir nümayəndəliyi Azərbaycanda açır. O zaman bu şəxsə Azərbaycanın əmək məcəlləsi yox, Türkiyənin qanunvericiliyi şamil olunacaq. Yəni müqaviləsi harda bağlanıbsa, o ölkənin qanunu ilə işləyir. Amma burada götürəcəyi digər işçiləri isə bizim öz məcəlləmizlə nizamlanacaq həmin işçilər, yəni ki, Azərbaycan Respublikasının əmək məcəlləsindən tənzimlənəcək. Və padratçı, komisyon,
Ə, müəlliflik və yəni bir sözlə xidməti müqavilə ilə işləyənlər. Bu xidməti müqavilə ilə işləyənlər kimlərdir? Məsələn, hər hansı bir tutalım ki, mühəndislə, bir dizaynerlə xidməti müqavilə bağlayırsınız. Bu əmək müqaviləsi yox, mülki müqavilədir. Yəni ki, əmək müqaviləsindən fərqli olaraq xidməti müqavilə hər hansı bir xidməti satın alırsınız və o xidmətin qarşılığında ödəniş eləyirsiniz. Bu sayılır xidməti müqavilə. Və məcəllədə bizim əsas bəhslərdən biri də hüquqlarımız, vəzifələrimiz, işə götürənin hüququ və işə götürənin vəzifələridir. İşçilərin hüquqları nədir? Əsas olaraq sərbəst şəkildə hər hansı bir ixtisasa, peşəyə yiyələnmək, sərbəst şəkildə əmək müqaviləsi bağlamaq, əmək müqaviləsinin şərtini dəyişdirmək, onu ləğv etmək üçün müraciət etmək, iş vaxtından artıq işləməmək, istirahət günlərindən istifadə etmək, eyni zamanda məzuniyyət hüququndan istifadə etmək, iş vaxtından sonra ikinci bir işdə işləmək, əlavə iş yerində işləmək üçün onlara şərait yaradılır. Hansı ki, işçi əlavə iş yerində işləmək üçün əsas işə götürəndən icazə almağına ehtiyac yoxdur. Həyatının sağlamlığını təmin etmək üçün əmək şəraitinin yaxşılaşdırılmasını tələb etmək. Bütün araçlarının belə deyim, əmək haqqı barəsində, iş yeri barəsində araçların xasiyyətnamələri işə götürəndən tələb eləyə bilər. Vəzifəsinin artırılmasını, irəli çəkilməsini, eyni zamanda peşəsinin, əmək haqqısının irəli çəkilməsini tələb eləyə bilər. Onlar üçün qısaldılmış iş vaxtı çalışmalıdırlarsa, ondan daha artığında çalışmamağı tələb etmək, hər hansı ikinci ali təhsil, üçüncü ali təhsil almaq, staj keçməyə, rezidenturaya, peşəsini, təhsilini daha da irəli çəkmək üçün hər hansı bir kurslara, təcrübə proqramlarına yazıla bilər. Buna görə işə götürən ona heç bir qadağa qoya bilməz. Bəs vəzifələri nədir? Vəzifəsi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirmək, müəssisə daxili nizam-intizam qaydalarına uymaq, işə götürənə hər hansı bir maddi zərər vurubsa, ona qarşı belə deyim, məsuliyyət daşımaq, şirkətin hər hansı kommersiya sirrini, gizli saxlanılmağı tapşırılan hər hansı sirri pozmamaq. Bəs yaxşı, işə götürən əsas hüquqları nədir? İşə götürən hüquqları o da məcəllə ilə nizamlanılır. İşçilərlə əmək müqaviləsi bağlamaq, əmək müqavilələrinin şərtini dəyişdirmək, xitam vermək, hər hansı bir işçinin vəzifəsini, ştatı ixtisara salmaq. Burada işçini eyni zamanda peşəkarlığına görə irəli çəkmək, vəzifəsini artırmaq. Əgər işçi hər hansı müəssisə daxili nizam-intizam qaydalarını pozduqda, onları intizam məsuliyyətinə cəlb eləmək, əmək müqaviləsi bağlayarkən məcəllə ilə müəyyən olunmuş qaydada sınaq müddəti vermək və eyni qaydada əməyin əlavə şərtləri və yaxud əmək müqaviləsinin şərtlərində dəyişiklik etmək, bunlar hamısı işə götürənin hüquqları sayılır. İşə götürənin vəzifələrinə isə daxil olur ki, əmək müqaviləsinin şərtlərinə və orada nəzərdə tutulmuş vəzifə öhdəliklərinə, yəni ki, tələb etmək, əməl etmək və qanunvericiliyin tələblərinə uyğun olaraq digər normativ aktları yerinə yetirmək, işçilərin əmək, maddi, sosial məişətlərini olan ailəsinin rifahını yaxşılaşdırması üçün əgər kollektiv müqavilə varsa, müəyyən zəruri tədbirlər görmək, onların sağlamlığına hər hansı bir təhlükə törədə biləcək əmək şəraitini yaxşılaşdırmaq. Bunlar da işə götürənin vəzifələri sayılır. Və bir də var ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə işləməyin yaş həddi. Dövlət büdcəsindən maliyyələşən müəssisələr dedikdə, ümumiyyətcə nəzərdə tutulur dövlət tərəfindən maliyyələşdirilən müəssisələr. Yəni ki, bunlar dövlət strukturları, tam ki, ümumi təhsil məktəbləri, dövlət universitetləri, eyni zamanda dövlət xəstəxanaları və s. Bunlar hamısı dövlət tərəfindən maliyyələşdirilən müəssisələr gedir. Bir də var ki, özəl müəssisələr, hansı ki, özünü maliyyələşdirən müəssisələr. Məsələn, dövlət deyəndə, dövlət tərəfindən büdcəsinə maliyyələşən müəssisələrdə işçilərin maaşı artırıldıqda özəl müəssisələrin əmək haqqısına heç bir artım olmur. Məsələn, müəllimlərin maaşı, dövlət xəstəxanalarının işçilərinin maaşı qalxanda özəl müəssisələrin əmək haqqlarında heç bir dəyişiklik olmur. Yəni, dövlət müəssisəsində də
Məcəllə ilə nizamlanılır ki, işləməyin yaş həddi 65-dir. Yəni ki, işçinin yaşı 65-ə çatıbsa, artıq onu işdən azad eləmək mümkündür. O şərtlə saxlaya bilərik ki, ona ehtiyac olsun. Əgər ehtiyac varsa, 1 il uzatmaqla 5 ilə qədər əmək müqaviləsini uzada bilərik 70 yaşına kimi. Məsələn, tutalım ki, hər hansı Şəkinin bir ucqar kəndində müəllimin, fizika müəllimin yaşı 65-dir. Mən Təhsil Nazirliyinə müraciət eləyirəm. Mənim müəllimimin yaşı 65-dir və mənə müəllim göndərin. Əgər deyirlərsə ki, müəllim yoxdur, göndərə bilmirik və əgər sizin müəlliminiz razıdırsa, əmək müqaviləsini 1 il uzadın. Müəllim razıdırsa, biz əmək müqaviləsini 1 il uzadırıq. Növbəti il yenə müəllim gəlmir, yenə də uzadırıq. Bu minvalla 70 yaşına qədər uzada bilərik. Amma 70 yaşından artıq uzadılmasına yol verilmir. Amma bəzi xüsusi hallar var ki, elmdir, mədəniyyətdir, təhsil səhiyyə sahələrində böyük xidmətləri olmuş şəxslər 5 ildən də artıq əmək müqavilələri uzadıla bilər. Yəni elmi dərəcəsi olan tanınmış alimdir, həkimdir, mədəniyyət xadimidir. Bu şəxslər istisnadır. Yəni bəlkə görmüş olarsınız universitetlərdə belə müəllimlərin yaşı 80, 85, 90 yaşına kimi müəllimlər var ki, fəaliyyət göstərirlər, işləyə bilərlər. Hər hansı bir xadim var ki, onların da ki, yaşı 80-90 yaşına kimi ola bilər. Amma bu yaşını uzatdığımız işçilərin isə uzadılma məhdud sayda işçiyə tətbiq oluna bilər. Yəni bütün sahə üzrə işçilərin yaşını artırırıqsa, müəyyən bir limit var. İş müddəti uzadılmış işçilərin ümumi sayı həmin sahədə çalışanların sayının 15%-dən çox ola bilməz. Yəni tutalım ki, təhsil sahəsində artırırıqsa, 65-ə çatıb ehtiyacımız var, 1 il uzatmaq istəyiriksə, ümumi həmin sahədə çalışanların 15%-dən çox ola bilməz. Və eyni qaydada hər müəssisə üzrə də ayrıca bu tətbiq oluna bilir. Yəni bir müəssisədə, məsələn, tutalım ki, bir məktəbdir, xəstəxanadır, universitetdir, uzadılır, 65 yaş çatılıb. Gəlirəm bir neçə dənə işçimin yaşını uzatmaq istəyirəm ki, ehtiyacım var. O zaman həmin müəssisədəki işçilərin ümumi sayının 2%-dən çox ola bilməz. Məsələn, mənim 50 işçim var, dövlət müəssisəsidir, məktəbdir və buradan 15-nin yaş həddi gəlib 65-ə çatıb, 15-ini də artıra bilmərəm. Ümumi olaraq 50 nəfərin 2%-nə qədərinin artıra bilərəm, artığını artıra bilmərəm. Yəni burada belə bir məhdudiyyət var. Yəni ümumi, məsələn, tutalım ki, məktəb üzrə müəllimlərdən hansısa ki 65 yaşı olub, ümumi bütün respublika üzrə nə qədər müəllim varsa, onun 15%-nə qədərini artıra bilərəm. Amma bir müəssisədə 2%-dən çox olmamaq şərti ilə artıra bilərəm. Bir də var ki, işə qəbul sənədləri və işə qəbul zamanı əmək müqaviləsinin bağlanmağı. Ümumiyyətcə 15 yaşına çatmış hər bir şəxslə rəsmi qaydada əmək müqaviləsi bağlaya bilərik. O şərtlə ki, valideynlərindən birinin razılığı olsun, yəni razılıq ərizəsi olsun. Əgər valideyni yoxdursa, qəyyumu kimdirsə, həmin şəxsin razılığı mütləq olmalıdır. Və əmək müqaviləsinin məzmunu. Əmək müqaviləsinin məzmunu hal-hazırda əmək müqaviləsi elektron qaydadadır və məzmununda işçinin adıdır, soyadıdır, şəxsiyyət vəsiqəsinin identifikasiya nömrəsidir və s. bunlar qeyd olunur. İşlədiyi vəzifəsi, əmək haqqısı, məzuniyyəti, istirahət günləri, nahar fasilələri, vəzifə öhdəlikləri hamısı əmək müqaviləsində işçinin qeyd olunur ki, bu hər iki tərəfin qarşılıqlı razılıq əsasında müəyyənləşdirilir. Və əmək müqaviləsinin forması elektron qaydada olur və müqavilə həm müddətli, həm müddətsiz formada bağlanılır. Müddətli əmək müqaviləsi əlbəttə ki, tərəflərin qarşılıqlı razılıq əsasında müəyyənləşdirilir, müəyyən bir müddət əsasında bağlanılır. Müddətli əmək müqaviləsi 2 aylıq da bağlana bilər, 3 aylıq da bağlana bilər, 1 illik də bağlana bilər, 10 illik də bağlana bilər. Yəni ki, burada heç bir məhdudiyyət qoyulmur. Müddətsiz isə, yəni ki, müddətsiz əmək müqaviləsində müddət sözü qeyd olunmur. Əgər müqaviləmizdə müddət qeyd olunmuyubsa, deməli bizim müqaviləmiz müddətsiz hesab olunur. Əgər işçi bir müəssisədə fasiləsiz olaraq 5 ildən artıq işləyirsə,
o zaman 5 ildən sonra onun müqaviləsi müddətsiz müqavilə hesab olunur. Və əmək müqaviləsinə hər hansı bir dəyişiklik eləsək, əmək müqaviləsinin şərtlərinə hər hansı bir əlavə şərtlər qeyd eləsək, mütləq ki, əmək müqaviləsinə dəyişiklik olunacaq və bu həm işçi tərəfindən, həm də ki, işəgötürən tərəfindən yenidən imzalanmalıdır və hər iki tərəfin qarşılıqlı razılığı olmalıdır. Yəni, işçinin razılığı olmadan müddətsiz müqaviləni müddətli müqaviləyə də keçirə bilmərik. Və yaxşı, müddətli müqavilə hansı hallarda bağlanılır? Ümumiyyətcə, müddətli müqavilənin bağlanmağı 47-ci maddə ilə nizamlanılır. 47-ci maddənin A-sı deyir ki, işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə olması, məzuniyyətdə olması və s. bu hallarda əgər başqa işçini götürürüksə, onunla müddətli əmək müqaviləsi bağlamalıyıq. Yəni, əgər analıq məzuniyyətinə gedən bir işçidir, 3 illik analıq məzuniyyətinə gedib və yaxud 1 illik analıq məzuniyyətinə gedib, mən onun yerinə başqa bir işçi götürürəmsə, onunla 47-ci maddənin A bəndinə əsasən əmək müqaviləsi bağlayıram ki, mənim işçim yenidən geri qaydanda həmin işçi ilə rahat bir şəkildə xitam verə bilim. Yəni, belə olmadığı təqdirdə müəyyən bir narazıçılıqlara səbəb ola bilər. 47-ci maddənin B-si təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu davam edə bilməyən mövsümü işlər. Məsələn, ola bilər bu hər hansı dəniz sezonu, pambıq sezonu, turizmlə bağlı, eyni zamanda qışda da bilirsiniz ki, turistik bölgələr olur. Bunlar il boyu davam eləməyən işlərdir. Bu zaman mən işçinin əmək müqaviləsi bağlayanda 47-ci maddənin B bəndinə əsasən bağlayıram. 2 aylıq, 3 aylıq, yəni mövsümi işdir, mövsümi iş bitdi. Mənim də səninlə olan əmək müqaviləmə xitam verilir. 47-ci maddənin C bəndi işin həcminin və davamiyyətinin qısa müddətli olduğu təmir, tikinti, quraşdırma, təcrübə sınaq işləri və s. işlər görülərsə, 47-ci maddənin C bəndindən əmək müqaviləsi bağlayırıq. Çünki bunlar müddətli olur. Yəni, işin özü davamlı deyilsə, müqavilə də mütləq ki, müddətli qeyd olunmalıdır. 47-ci maddənin C-si. Əgər işçinin peşəkarlığı azdırsa, işin mürəkkəbliyinə görə məsuliyyəti baxımından işçi yüksək peşəkarlıq səviyyəsini əldə edilməsi məqsədi ilə staj keçmə rezidentura hallardır. Burada həm işçinin özü sizdə gəl sınaqdadırsa, rezidentura halındadırsa, işçi ilə burada yəni ki, öyrənmə və staj mərhələsində olduğu üçün də müqavilə bağlana bilər. Hətta sizin işçiniz staj keçməyə rezidenturaya gedibsə, onun yerinə götürəcəksinizsə kimsə, o şəxslə də müddətli əmək müqaviləsi bağlanır ki, bəs mənim işçim əlbəttə ki, staj keçməni keçəndən sonra geri qayıdacaq. 47-ci maddənin D-si işçinin şəxsi ailə məişət vəziyyəti ilə bağlı, işləməklə yanaşı, təhsil almağı ilə, eyni zamanda pensiya yaşına çatmağı ilə bağlı olduğu hallarda. Yəni, işçi təhsil alırsa, onunla müddətli əmək müqaviləsi bağlaya bilərsiniz. Məsələn, bura gəlib, sonra başqa bir şəhərə qayıdacaq, müvəqqəti gəlib. O zaman onunla müddətli əmək müqaviləsi bağlaya bilərsiniz və pensiya yaşına da çatırsa, əgər 65 yaş çatıb 1 il uzadırsınız, 5 ay uzadırsınız, 3 ay uzadırsınızsa, yenə də 47-ci maddənin D bəndindən istifadə edə bilərsiniz. 47-nin Y-si müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə ictimai işlər görülərkən. İctimai işlər ictimaiyyətə aid, belə deyim, açıq olunan işlərdir. Və bura biz əgər işçi cəlb eləyiriksə, məşğulluqdan işçilər götürürük. Məsələn, tutalım ki, hər hansı bir icra hakimiyyətinin tapşırığı ilə hər hansı bir rayonun binalarının üzəri fasadlanacaq. Bir 10 binanın üstü fasadlanacaq. Məşğulluqdan bizə işçi göndərirlər. Müddətli əmək müqaviləsi bağlayırıq. İş görülüb bitəndən sonra